yox. Bəli. Təhlükəli deyil. Xeyr. Başladım. Deməli uşaqlar, bugünkü dərsimiz karbondur. Həmişə başlarına belə başlayırıq, ümumi bir dənə beynimizə keçişlərimiz gəlsin deyə. Qeyri-üzvü kimi dedik ki, elementləri öyrəndik, daha doğrusu çürüdə öyrəndik. Başladıq birinci halogenləri keçdik, 7-ci qrup, sonra 6-cı qrup halkogenləri öyrəndik. Buradan kükürt oksigenindən danışdıq. Sonra 5-ci qrupda azot, fosfor öyrəndik. Artıq neçənci qrupdadır növbə? 4-cü qrup. Buradan da karbon, gələn dərslər silisium öyrənəcək, daha sonra metalları, aktiv, pasiv metalları öyrənib element kimyasını, yəni bitirəcəyik uşaqlar. Deməli uşaqlar, karbon 6-12'dir. Gəlin bunun üçün bildiklərimizi yazaq. Sol ayaqda yazılanlar nəyə sayıdır? Protonun sayıdır. Sol başda yazılan ayet. Neutron tapanda isə 12'dən 6 çıxında isə neutronları 6. Normal neutral atomdursa bilirik ki, protonların sayı elektronların sayına bərabərdir, düzdürmü? Deməli, karbonun həm də neçə dənə elektronu oldu uşaqlar? 6 dənə elektron oldu. Gəlin elektron konfigurasiyasını yazaq. Görən neçənci qrupdur? Yəni özümüz öyrənmişik, düzdür, C demişik 4'dür. Təkrar edək. 7-ci qrup fıcılı vuruşu, 6-cı qrupa OSS tepo dedik, 5-ci qrupa MP öyrəndik, 4-cü isə C öyrənmişik, düzdürmü? 6'nın elektron konfigurasiyasını yazıram. 1'in bir dənə orbital olurdu, 2'nin 2, 3'ün 3, 4'ün 4 dənə. Bunu belə öyrənmişdik. S-lər üstü neçə elektronla yazırdı? 2, 2, 4'ü 7, 6 manisiyyə çatmır. 2P. Bizim işimiz həmişə son təbəqə iləndir. 2S2, 2P2 elədir. İndi bir halda, iki halda. Bu neçənci dövrdür? İkinci dövr. Son təbəqədəki elektronları topladım. 2 ilə 2 topladım. Neçənci qrup elədir? 4-cü. Əsas yan qrup yazım, yoxsa əlavə yan qrup yazım? D olsaydı, amma əlavə olardı, düzdürmü? 4-cü A qrupudur. Sonu P ilə bitibdir. Nə element sayılır? P. Zaten qeyri-metalların hamısı P elementidir. Yaxşı mı? Bütün qeyri-metal. Məsələn, bütün P elementlərin qeyri-metal desəm səhv deyirəm, çünki 3-cü qrupda metal olanlar var. Amma qeyri-metalların hamısı P elementi olacaq uşaqlar. Qeyri-metaldır ki, qeyri-metallar neçə hərflə yazılırdı əsasən? Bir hərflə yazıldığını bilirik. Metal bir sözüydü, əsasən 2 hərflə yazılırdı. İstisnamız KBB idi, değil mi? Kalium, vanyum, wolfram bir hərfli metal idi. Qeyri-metalsa 2 sözüydü, neçə hərflə yazıldı? Bir hərflə. F, H, N, O, C, P ki, silisium, xlor, brom, təsiz qazlar ama 2 hərflə yazılan qeyri-metallar idi. Uşaqlar, deməli, dövrü dedik, qrupu dedik, gəlin valentlik və oksidləşmə dərəcəsinə də baxaq. Karbon 4-cü qrupdursa maksimum oksidləşmə dərəcəsi və minimum oksidləşmə dərəcəsi neçə eləyəcək? 4. Maksimum oksidləşmə dərəcəsi müsbət 4. Elementlərin maksimum oksidləşmə dərəcəsi və maksimum valentliyi onların yerləşdiyi qrupun nömrəsidir. 4-cü qrupda yerləşmədi, 4 şagirə yerləşdi qruplar. Müsbət 4. Minimumu tapanda maksimumdan neçə çıxırdı? 4'dən 8 çalır. Neçə gələcək? Mənfi 4. Neçə ilə götürürsən, Mehdi? Dəftərim evdə qal, evdə qeyd götürəcəm. Qeyd dəftərim yox. Tamam. Valentliyə gələndə uşaqlar, karbon ümumiyyətlə demək olar ki, bütün birləşmələrdə 4 valent göstərir. Bunu bilirik ki, 4. Bir dənə CO-da, dəm qazında 3 valentli idi. Ümumiyyətlə bir element fərqi yoxdur. Bunu bütün elementləri keçəndə deyirik ki, harda maksimum oksidləşmə dərəcəsi göstərirsə, yalnız oksidləşdirici olur. Məsələn, müsbət 4'ü harda? Əgər bir reaksiya ORR-dirsə, oksidləşmə reduksiya reaksiyasıdırsa və orada karbon müsbət 4 göstərsə, mütləq oksidləşdiricidir. Ki, maksimum göstərən yalnız nə sayılırdı? Oksidləşdirici, yəni elektron alırdı. Minimum göstərəndə isə yalnız reduksiyacı, yəni elektronu rədd edir. Aralıq da göstərəndə həm oksidləşdirici, həm reduksiya edici xassiyyət daşıyır. Valentliyi 4'dür. Bir dənə dedik ki, CO2 3 valentli oldu, amma oksidləşmə dərəcələri uşaqlar dəyişə bilir. Mənfi 4 ilə müsbət 4 aralığı göstərdi. Maksimum olanda yalnız oksidləşdirici oldu. Minimum olanda isə yalnız reduksiya edici oldu. Karbon deyil görüm, təbiətdə sərbəst halda var. Karbon. Bəli, var. Biz demişdik ki, Jones, karbon, oksigen, azot və kükürt. Təbiətdə həm sərbəst halda tapılır, həm də birləşmələr şəklində tapılır. Karbon da təbiətdə belə deyim də ən çox yanlış demeyim də, yəni rahat şəkildə tapa biləcəyimiz element. Yəni niyə görə? Nəysə yandır olsun karbon, kömür. Kömürdür, hisdir, dudaq, uşaqlar, bunlar hamısı nədir? Karbondur. Karbonun gəlin allotropik şəkil dəyişmələrinə baxaq, çox önəmlidir. Karbonun
4 dənə allotropi şəkil dəyişməsini öyrənmişdik, hə? Hansılar idi? Almaz. Buradan sual düşür bizə qrafit, karbin və fluoren. Ümumiyyətlə hansı elementlər allotropi şəkil dəyişmə yaradırdı? Kimin yadındadır? Jobsis demişdik, hə? Karbonunki almaz, qrafit, karbon, fluoren indi yazdıq. Demişdik də yenə də keçirik. Oksigeni keçdik, oksigen və ozon. Fosfor keçdik. Qırmızı, qara deyək ki, rənglər artdıqca sıxlığı, alınma temperaturu bu istiqamətə üzmüşdür. Silisiumu indi keçəcəyik kristalik və amorf. Kürdə keçdik ki, kristalik və plastik. Kristalik kür taş şəklindədir, 18 atomu, plastik kür isə zigzag şəklindədir. Deməli, almaz, qrafit, karbon, fluorinə baxaq uşaqlar. Bunların hibridləşmə dərəcələri bizim üçün önəmlidir. Almazın hibridləşmə dərəcəsi SP3 uşaqlar, qrafitin hibridləşmə dərəcəsi SP2-dir. Karbonun hibridləşmə dərəcəsi isə SP4, fluorinin də yəni görmürük, öyrənmirik uşaqlar. Deməli, almaz, qrafit, karbon, fluorin kimi yadda saxlayın bu sırada. Necə demişdim, qırmızı, qara kimi yadda saxlayaq. O sırada öyrənməyə əzbərləmək daha rahat deyil. Burada da almaz, SP3'dür, qrafit SP2 birdir, karbon isə SP1. Uşaqlar, ümumiyyətlə, bunlar almaz ən bərk mineraldır. Belə bir sual birinci qrupu qəbul olacaq ki, ən bərk mineral hansıdır? Almaz. Almazın nə qədər qiymətli olduğunu bilirsiniz, düzdürmü? Azdan çıxın ham bilərdə nə qədər qiymətlidir. Yəni metal deyil, qeyri-metaldır, amma ən bərk mineral sayılır, qiymətli maddələr içərisindədir. Onun da içi karbon elementidir. Qrafit kimi ucuz, yəni qrafit də ucuzdur. Bütün karandaşların içərisində falan var, elə deyilmi? Pisin dudağının da tərkibi əsas, yəni karbon elementindən ibarətdir. Qrafitin içi karbondur uşaqlar. Sadəcə verdiyində kristal qəfəsin fərqliyinə görə burada allotropi şəkil dəyişmələri yaranıbdır. Buna görə bir-birlərindən fərqlənirlər. Almaz parlaq tapılır, yoxsa kömür kimi? Yox, almaz ümumiyyətlə bildiyimiz parlaq şəkildir. Sadəcə ola bilər ki, indi yerdən çıxartma belə çıxmazdı, içi biraz torpaq olar. Təmizləyərək şəffaf şəkildə kristal maddədir. Amma uşaqlar süni almaz da almaq olur. Necə alırlar süni almazı? Mən o vaxt bizim uşaqlar da qəşəng demotiv verirlər. İndi deyəsən elə bir şeylər yox idi. Evrika deyən, bilmirəm baxmısınız, baxmamısınız. Elə xoş bayılırdım da. O vaxt harda verir? Saman yolunda verirdilər, yoxsa harda verirdilər? İndi yoxdur yəni o kanal. Hə, deməli, nəsə bir Afrika ölkələrini göstərirlər. Haradasa belə xatırlayıram. Nəsə bir qrup alimdir, bilmirəm, nə bilim, nəsə tapmağa gedən bir adamdılar. O kimi almaz axtarırlar. Hə, almaz axtarırlar. Nəysə, elə xatırlayıram, o uşaqlıqdan nəsə kiçik-kiçik anılar qalıbdır. Deməli, kömür, belə bir yer var, kömür, yəni kömürlər var, belə tökülüb yerə kömürlər var. Orada nəsə fillər keçir, çoxlu fil sürüsü keçir də. Başlayır sonra görür ki, kömür oldu ki, şəffaf bir maddəyə çevrilib də, almaza çevrilib də, əslində süni almaza çevrilibdir. Necə olur uşaqlar? Kömürdə yəni süni almaz, yəni almaq olar, nə tər alarlar amma? Eyni effektli deyil sözsüz ki, yəni tanınır, yəni bilənlər o saatda yəni seçə bilirlər. Biz yəqin ki, rahat seçmərik. Yəni bildiyiniz almaza bənzər, amma sözsüz xassələrinə görə fərqli olacaq da. Necə alır? Bəs necə çevirir uşaqlar? Zaten almaz da bu kömür bu format karbondan yaranır da almaz. Sadəcə necə yaranır? İllər qalır torpağın altında, axı torpaqda yüksək təzyiq var, sıxılır, düzdürmü? O deyil, fil keçmişdi, bir də görmüşdük, məsələn, kömürdən olmuşdu, parlaq bir maddə deyim, əşya deyək də. Yüksək təzyiq lazımdır, bir də yuxarıda bir də isti ayrı-ayrıdır nə edirsə, bir də yüksək temperatur lazımdır. Yüksək temperatur və təzyiqdə, yəni belində karbon sıxılaraq süni almaza çevrilə bilir. Yəni nə qədər sıxılır, nə qədər əzilir, o qədər mükəmməl bir maddəyə çevrilibdir. Deməli, kristal qəfəsində dedik, almaz çox bərk olduğunu bildik. Almazın nə tər olduğunu bildikdə hamı. Məsələn, buradakı kimi belə bir parlaq bir mineraldır deyək. Qrafiti bilirik də uşaqlar, karandaşın içərisində olur qrafit, layı yerləşib, onun molekülları laylı yerləşib ki, yazdıqca layları qopur ki, yaza bilirik, düzdürmü? Karbindən isə daha çox fiber borularda, nə bilim, bu nanotexnologiyalarda falan istifadə olunur. Sonra kristal qəfəsinin quruluşunu indi deyəcəm. Bir də karbonun bütün allotropi şəkilləşmələrini keçmişdik ki, atom kristal qəfəsi idi, hə? Atom kristal qəfəsi bir də yadımıza salaq, hansılar idi? Bor, fosforun qırmızı və qarası, hə? Alt fosforu nəyə atmışdıq? Molekul kristal qəfəsi, deməli bor, fosforun qırmızı və qarası, karbonun 4 allotropi şəkilləşməsini çəkmişdim. Hansılar idi? Almaz, qrafit, karbon, fluorin, bunların hamısı deyəcək ki, uşaqlar
Atom kristal qəfəsi. Lap əvvəlki kitablarda biraz fərqli verir, amma artıq biz deyirik ki, hə, hamısı atom kristal qəfəsidir. Bir də silisium, indi bunu silisiumda da keçirik. Silisium oksid, silisium karbid uşaqlar, bunlarda da atom kristal qəfəsinə malikdir. Ümumiyyətlə, atom kristal qəfəsinə malik olanlar qeyri-molekülər quruluşda olur. Bir dənə molekul kristal qəfəsini yaradanlar molekülər quruluşluydu, amma atom, ion, metal kristal qəfəsini yaradanlar qeyri-molekülər quruluşda oldular. Bunlar hamısını, mesela bildiklərinizi indi bir dəfə də təkrar deyəcəm, sonra keçəcəm kimyəvi xassələrinə. Deməli, almaz dedik ən bərk mineraldır. S3 hibridləşmə dərəcəsi göstərir. Uşaqlar, S3 hibridləşmə dərəcəsində bucağımız neçə dərəcə idi? 109.28 idi hər hibridləşmədə. Yəni, almazdakı karbonlar hamısı tək xəttlə bir-birinə birləşir. Pir abidəsi olmayanlar SP3 hibrid idi. SP2 hibriddə bucağımız neçə dərəcə idi? 120. Burada neçə qat abidə görürük uşaqlar? 2 qat bir dənə pir abidə birləşəndə SP2 idi bilirik ki. Karbonda bucağımız neçə dərəcə idi? Açıq bucağı idi, 180 dərəcə idi. Burada karbonlar ya bu formada olacaq, bu karbonda 2 dənə pir birləşir, hər 2 dənə pir birləşəndə SP olur, ya da belə bir şey yarala bilər, yaxşı mı? Bu forma olana poli, buna polikumilen deyilir, amma yəni düşmür bizə, sadəcə yəni məlumat kimi dedim ki, bu formadır. Sonra, almaz elektrik cəryanı keçirmir, deyək fərqlərini seç. Almaz elektrik cəryanı keçirmir ki, rahat şəkildə istifadə edirik də, əlimizdə düzdür, tam ki, bir zinət əşyasında. Qrafit sözsüz ki, elektrik cəryanı keçirdiyini lap kimyanın ilk anlayışlarında keçirmişdik. Yadınızdadır, demişdik ki, metallar elektrik cəryanını keçirdi, istiliyi yaxşı keçirirdi. Amma qeyri-metallar istiliyi az da keçirdi, amma elektrik cəryanını keçirmirdi. Qrafiti istisna demişdim, xatırlayırsınızsa uşaqlar. Qrafit elektrik cəryanını keçirə bilir. Məsələn, o deyir, nanotexnologiya daha yüngüldür deyə elektrik cəryanı keçirməsində istifadə olunur. Məsələn, böyük karandaşlarda, o da mən deyib, uşaq vaxtı gördüm ki, yekə kardeş telefonu işlədir də, onda hələ yəni bir neçə il əvvəldə belə deyək. Böyük karandaş amma ucumuz əlimizə dəyməlidir o karandaşın bir hissəsi ki, telefon elektrik cəryanına işləyir, düzdürmü? Məsələn, ölən bir adamı tutan ki, siz telefonunu aça bilməzsiniz onun əli ilə. Səbəb, elektrik cəryanı yoxdur. O saniyə açmaq olar. İstərsiniz var elektrik cəryanı. Bir müddət sonra sizin, yəni öləndən sonra rahat ola bilərsiniz ki, heç nə olmayacaq, telefonunuzu kimsə aça bilməz. Qətiyyən açılmaz, çünki bu elektrik cəryanına işləyən telefon, elektrik cəryanına işləyən, normal belə toxunuşdan yox. Elektrik dəyməlidir ki, o işləsin. Qrafit elektrik cəryanı keçidi, karbində dedik ki, o texnologiyalarda istifadə olunur, bu da dedim fiber, nə bilim, borularda falan istifadə olunur, yarım keçirici kimi istifadə edilir. Karbon alınmasında dedik ki, karbon heç də kömürdən falan rahat bir şəkildə aldıq karbonu. Gələk kimyəvi xassələrdir. Kimyəvi xassələrdir uşaqlar az element keçməmiş, halogen keçdik, kükürt keçdik, oksigen keçmişik, azot keçdik, fosfor, hamısında karbon reaksiyalarını görmüşük. Heç indi hamısının karbon reaksiyasını yazacaq. Birinci metallarla yazaq. Bunları heç əzbərləməyə ehtiyac yoxdur. Məsələn, natriumla karbon birləşsə nə yaradar? Mənə özünüz deyə bilərsiniz. Natrium neçə valentlidir? 1. Karbon metalı yanında hansı valentliyi göstərməlidir? Minimum, yəni karbon olsa minimumda ilə maksimumda neçə valentlidir? 4-cü qrupda maksimumda 4-dür, minimumda 4-dür. 4. Formu oldu nə? Natrium 4 və yaxud da ki, ikinci qrupda bir maddədir. Kalsium üstə gəl, karbon. Buradan alınır kalsium, buradan biraz fərqli maddə alınır, özüm xüsusən yazdım, xüsusən 4-cü qruplar üçün. Buradan bir kalsium karbid alınır. Deyə bilərsiniz ki, burada karbon bir valentli oldu, bir dənə baxın. Karbon bir valentli olur ki, yox. Kimyəvi rabitə dərsində də qeyd etmişdim, bunu qrafik formunu çəkmişdim, yenə çəkəcəm uşaqlar. Kalsium karbidin qrafik formuna baxın, xatırladınız. Kimin özlərinin arasında qeyri-paralel kovalent rabitəsi var. Normalda məsələn baxsaq, metal və qeyri-metal. Deməli, burada ion rabitə var, düzdürmü? Metalla qeyri-metal arası rabitədir, ion rabitədir. Amma qeyri-metalla qeyri-metal arasında da rabitə var, qeyri-paralel kovalent rabitə. Bunu teorem S2-də, fildə də görmüşdük. Orada ama bir dənə xətt bağlayırdı, kürtdən kürtü. Sonra üçüncü qrupa baxaq. Məsələn, alüminium üstə gəl karbon alınır. Alüminium 3 valentlidir. Karbon neçə valentlidir? 4. Alüminium 4. C3. Normal hamısı bu formada gedəcək. Gəlin indi biraz da qeyri-metallarda yazaq. Çünki karbon üstə gəl oksigen nə verəcək? CO. Natrium yazsa CO verə bilər uşaqlar. Başqa. Karbon oksigendən yazılır. Uşaqlar, halogenlər öyrənmişdik, xatırlayırsınız. FCl barajı. Flor, xlor, brom, yod. Düzdürmü? FCl barajda flor, xlor, brom var.
Con söhbət var idi. Bunlarla halogenlər nə edir? Reaksiyaya girmədir. Deməli, xlor, bromyol, karbonla reaksiyaya girməz, amma flor nə edirdi? Hətta adi şəraitdə reaksiyaya girdi. Halogenlərin belə deyəndə ən aktivi, hətta qeyri-metalların ən aktivi flordur deyə bilərik. Karbon üstə flor gələrəm, nə olacaq? Biz bunu flor dərsində görəcəyik. Amma xlor, brom, yod, karbonla dedik ki, reaksiya nə eləməyəcək uşaqlar? Girməyəcək. Deməli, 7-ci qrupun reaksiyasını yazdıq. 6-cı qrupun yazdıq. 6-cı qrup birində kükürt var idi, hə? Buna CS2. Kükürdün özü. Alkohol demiş ki, suda həll olunduğunda amma nədə həll olurdu? Karbon disulfitdə. Normalda bu birləşmə reaksiyası olduğuna baxmayaraq uşaqlar endotermik reaksiyadır. Bunun endotermik reaksiyalarda bir dəfə demişdik. Deməli, 7-ci qrupun reaksiyasını yazdım. 6-cı qrupuna reaksiyanı yazdım. 6-cı qrupuna yazdım. 5-ci qrupuna da yazaq. Cl2 görmüşdük. Bunu azotda da görmüşdük. Xatırlayırsınız uşaqlar, 2 dənə karbon reaksiyaya girmişdir. Uşaqlar, bir də biraz əlavə etmək istəyirəm. Bunların suyla reaksiyası bizə düşür. Ümumiyyətlə, ikili birləşmələrin suyla reaksiyası. Elə də əzbərləmək. Bunları əzbərləmək ehtiyac var indi. Biraz baxsaq kifayət edəcək, düzdürmü? Yəni, bir dənə baxın, söhbət tutun ki, necə öyrəndik. Məsələn, tutalım ki, uşaqlar, alüminium karbiddir. Bunun suyla reaksiyasını yazmaq istəyirəm. H2O. Suyu nə kimi görürdük biz reaksiyalarda? HOH kimi görürük. İndi qaydama görə alüminium nəyə götürməlidir? OH-ı. Nə götürməlidir? H. İndi ikisi düzəldirəm. Alüminium ayaqda neçə yazaram uşaqlar? 3. İndi burada nədir? Üzüm maddələr birlikdə ayaqları fərqli olur. Həm CH4-ü var, CH4-ü var, CH6-ı var və s. və ilaxır, değil mi? Bəs hansı birləşməsi yaratacaq? CH götür nə yaradır uşaqlar? C burada hansı oksidaşma dərəcəsi göstərir? -4 göstərir. Deməli, yaratdığı birləşmədə də hansı birləşməsini yaratmalıdır? -4 oksidaşma dərəcəsi göstərən birləşməsini yaratmalıdır. Bunu xüsusən biz üzvü kimədə alkanlarda metanın alınmasında keçəcəyik. Kalsium karbidə baxaq. Kalsium karbidin üstünə su gəlirəm uşaqlar. Kalsium bilirik ki, nəyə götürəcək? OH-ı. Alınar nə? Kalsium OH2. Bir də CH götürəcək. Bəs burada görə nə alır? Kalsium bilirik ki, həmişə sabit oksidaşma dərəcəsi, sabit valentliyi göstərir, İsmail Dozmuqda. Onda karbona neçə qaldı? -1. Valentliyi amma 4-dür də bilirik ki. -1 göstərdiyi birləşməsinə baxın. Buradan da alındığı maddə asetildir. Bunları gələcəkdə keçəcək. Sadəcə ümumən reaksiyalara fikir verdiniz. Metal OH-ı götürdü ya da metal həmişə birləşmələrdə turşu dalı götürür. Tutalım ki, məsələn, natrium 4C, natrium karbid, karbonun birləşmələrini karbid edir. H-xlorla reaksiya girdi, metal gələcək turşunun qalığını götürür. Yəni metal müsbət yüklüdür, turşu qalığı olsun, OH olsun, bilirik mənfi yüklüdür, müsbət mənfini götürür deyə bu formulunu görürük. Deməli, karbon dedik 4-cü qrup elementidir. Qeyri-metaldır, düzdürmü? Neçə valentli oldu birləşmələrdə? 4 valentlidir. 3 valentli olduğu birləşməsi hansıydı? CO oldu. Oksidaşma dərəcəsi maksimum neçədir? Müsbət 4, minimumu neçə oldu? -4 oldu uşaqlar. Müsbət 4 göstərdiyi birləşmələrdə yalnız oksidləşdirici, -4 göstərdiyində isə yalnız reduksiyacı. Aralıq göstərəndə həm oksidləşdirici oldu, həm də reduksiyacı. Karbonun 4 alotropik şəkil dəyişməsi oldu. Almaz, qrafit, karbon, florin. Almaz ən bərk mineral idi. Bərk idi, onun molekülləri daha sıx bir-birinə yerləşmişdi. sp3 hibridləşmə 109.28 dərəcə və oradakı karbonlar tək qolla bir-birlərinə bağlanırdılar. Qrafitdə dedik ki, qrafit layla yerləşir onun molekulları. Daha yəni həssasdır, belə deyək, yumuşaqdır. 120 dərəcə, sp2 hibridi deyək 120 dərəcə. Karbində isə sp hibrid 180 dərəcə gördük uşaqlar. Bir də bunlarda hansı kristal qəfəsidir? Atom kısım. Bunlar hamısı köhnə dərslərimizdən biridir, elə deyil mi? Yəni, mən təzə bir şey kesdiyimi düşünmürəm. Bunlar hamısı haqqında danışmışam əvvəllər, elə deyil mi? Sonra reaksiyalarına gəldik. Heç metal maksimum valentliyi göstərdi, qeyri-metal minimum valentliyi göstərdi, formulları çəkdim. Bir də onların sonra suyla reaksiyasını yazdım ki, metal OH-ı götürdü, karbon da hidrogeni götürdü. Mən orada kitabımızda verib, amma yəni bunu bilmək elə də çətin bir şey deyil. Suyla reaksiyası var karbonun, amma belə bir suda yaxşı həll olur, yox. Kömür suda həll olur? Yox. Amma suyla reaksiyasını da birazdan görəcəyik. Yüksək biraz yuxarı temperaturda reaksiyaya girirlər. Suda həll olur, verilibdir. Yox, amma belə bilərik də çətin bir şey deyil ki. Onu indi yazacağım. Plus uşaqlar, indi gedirəm mürəkkəb maddələrin reaksiyasına.
Bunları bir dənə deyərsən də hansı maddələr verirsiniz? Yaxşı, mürəkkəb maddələr. Bəsit maddələrlə reaksiyasını yazdım, gələk mürəkkəb maddələrlə reaksiyasını. İlkin mən yazıram, karbonla suyun reaksiyası. Normalda karbon suda həll olunmur, fosfor gibi. Yadınızdadır, fosfor da suda həll olunur, amma fosforun suyla reaksiyasını görmüşüm ki, H2PO4 plus H2 verilmişdir. Bu da suda həll olmur əslində. Sadəcə biraz yüksək temperaturda karbon suyla reaksiya girib CO plus H2 qazı yaradır uşaqlar. Buna da biz su qazı deyəcəyik. O arxada mən bundan başladım. Su qazı adlanır uşaqlar. Bir də var sintez qaz. Sintez qaz necə olurdu? O isə metandan alınan CO plus H. Güruldaçı qaz suyun alınma reaksiyası idi. 2 mol hidrogen, 1 mol oksigenden yaradırdı. Su qazı isə CO və H2 qarışığına deyilir uşaqlar. Bir də var sintez qazı. Onun da formulu CO plus H2. Sadəcə yarama mexanizmi başqadır. Deməli, karbondan alınan CO plus H2 qarışığı su qazıdır. Metandan alınan CO plus H2 qarışığı sintez qazı olacaq. Bu iki qarışıq, yəni bu da ayrı, sintez qaz gedir. Sintez. Məsələn, CO-nun alınma reaksiyalarının biridir. Biraz da yəni bunu bildirməyəcəm sizə. Sonra karbon reduksiyici xassiyyə malik. Yəni necə? Ortak və pasiv metal oksidlərindən oksidləri oğurlayıb metal ala bilir. Metallar dərsində bunu görəcək. Pirometallar görürsünüz. Yəni necə? Ortak bir metal, deməli metalın oksidi düşünün. Üzərinə karbon gəlmişik. Metal orta aktiv ola bilər və pasiv olmalıdır. Qətiyyən aktiv reaksiyaya girir, amma metal verməyəcək. Yəni aktivin üstündən xətt çəkir ki, oradan metal ala bilmirik. Əgər ki, aktiv metalların hansı tariflərini yanımıza salaq, lityum, natrium, kalium, pürbekim, sezium, kalsium, trosun, barium. Pasiv metallar hansılarıydı? Mis və qızıl, gümüş, platin. Qalanları da ortaya atmışdır. Deməli, bu orta aktiv metallar araları fərqli ola bilər. Orta aktiv metallar və yaxud da pasiv metal oksidlər karbon gəldi mi? Karbon bunların içərisindəki oksigeni uğurlayacaq. Alınacaq CO plus metalın özü. Məsələn, sink O plus karbon. Burada nə alınacaq? Sink plus CO çətindir. Və yaxud ki, sink orta aktiv kimi yazdım. Kuprum O plus karbon. Alınacaq metal plus nə? CO. Bir növ karbon burada oksigenləri uğurlayır, özünə birləşdirir və metalı sərbəst alır, alır. Niyə görə aktiv metallar götürmür uşaqlar? Aktiv metalları ancaq elektrolizlə ala bilirik bu arada. Əgər ki, aktiv metal götürsəydik, nə olardı? Məsələn, tam kalsium oksidi olsaydı, üzərinə karbon gəlsəydi uşaqlar, burada kalsium karbid plus CO alınır. Yəni, aktiv metal götürəndə metalların bir növ karbidləri alınır. Buna görə aktiv metal bu sırada götürməyəcək. Deməli, karbonun su ilə reaksiyası. Karbonu sonra bir dənə təkrar yadımıza salaq. Qatı sulfat turşusuna reaksiyası bizə çox düşürdü, hə? Demişdik ki, qatı sulfat oksidlər yaradırdı ancaq, düzdürmü? Burada nə alırdı? CO2, SO2 plus H2. Amma nitrat turşusu turşu verirdi. Nitrat turşusu elementin turşusunu NO2 bir də su əmələ gətirirdi. Mürəkkəb maddələrlə bütün reaksiyalarını yazdım. Bunlar da özünüz görsəniz. Bir dənə pauza verək. Deməli uşaqlar, həmişə necə keçir? Birinci ümumi məlumat veririk. Bir də karbon təbii birləşmələr institdir, ya təmizləməsən birləşmələr şəklində baxılır. Sərbəsti dedim, birləşmələrə bir dənə deməli ki, onun da əslində digərlərinin içərisində müəyyən qədər demişik. Kalsium karbonat var uşaqlar, əhəng daşı, mərmər, təbaşın əsas tərkibidir. Kalsium karbonat və maqnezium karbonat var, dolomitli. Bunları da oxuyub yəni görəcəksiniz. Təbii birləşmələrdə mütləq yəni öyrənin. Gələk karbonun oksidlərinə. Karbonun oksidləri. 2 dənə oksidi var. CO və CO2. Biz azotda 5 dənə oksidi var bilirik ki, onların da agregatlar demişdim bizə düşür. Fosforun pH3, pH5'ini gördük. Külün də 2 oksidi vardı. Zəhv oksidi baxımız olur ya. SO2 və SO3. Karbonun 2 dənə oksidi olduğunu hamımız bilirik ki, uşaqlar. Karbon elə dərs ki, laf kimyanı anlaşılan bu yana görmüşük, karbon haqqında danışmışıq. Uşaqlar, CO-nun quruluş formunu ham əzbər bilirsiniz, quruluş formunu mütləq bilməliyik. Karbonla oksigen arasında neçə xətt var? 3. Normalda oksigen də 2 valentli olur, amma CO-da həm karbon, həm oksigen neçə valentli də 3. Amma oksidləşmə dərəcələri belədir. Məsələn, buna karbon 2 oksid deyirlər. Yəni, karbon 3 oksid demirlər. Ya deyirlər ki, karbon və monoksid. Monoksid adlanırdı. Hər qeyri-metallarda say az, say oksid deyirdik, düzdürmü? Sadəcə birinci element 1 olanda mono deyildir.
Karbon monoksid və karbon 2 oksid deyə bilərik. Köhnə adlandırma. İndi məsələn onu demirlər. Sadəcə topluda görə bilərik. Və yaxud da ki, biz ona nə qazı demişdik uşaqlar? Dəm qazı. Zəhərli qazıdır, hə bu dəm qazı. Məsələn, bu insanlar zəhərlənir ha. Allah yəni uzaq eləsin, deyirlər dəm qazını zəhərlənir. Normalda yəni CO-dur uşaqlar. Niyə görə adam məsələn karbon qazını zəhərləmir? Var da havada karbon qazı, düzdürmü? Yəni tənəffüs zamanı hamımız oksigen udurur, karbon qazını çölə boşlayır. Eyni zamanda bitkilər də tənəffüs eləyəndə oksigen udur, karbon qazını boşlayır. Sadəcə işıqda fotosintez edib oksigen qazını verə bilir çölə. Yəni işıqda həm tənəffüs edir, həm fotosintez edir. Bəzən bioloji oxumur, ona görə deyirəm. Deməli, karbon qazı bizi zəhərləmir, çünki hemoqlobinlə, yəni dəmirlə, qanımızdakı dəmirlə birləşmə yarada bilmir. Dəmir qan da nə edir? Qan gedir, ağciyərlərimizdə təmizlənir, yenidən bədənə qayıdır. Belə deyil mi? Ağciyərlər üçün tənəffüs edir, yəni qanı təmizləmək üçün də belə deyək. Amma CO dediyimiz, dəm qazı dediyimiz karbon monoksid dəmirlə birləşməyədir. Bir növ, siz necə düşünün, elə hemoqlobini bağlayır, qıfıllayır, üstün örtür. Bir növ o təmizlənə bilmir, yəni içərisindəki oksigenlə zənginləşə bilmir. Buna görə dəm qazı insanı zəhərləyə bilir. Özdə yəni dəm qazı videonu qoyuram YouTube'a. Belə deyək, dəm qazı zəhərləyən insanlar təmiz, konkret, ağrısız, acısız ölə bilirlər rahat şəkildə, yəni belə deyim də. Heç nə hiss etmədən ölür. Mən bir dəfə zəhərlənmişəm, ondan bilirəm. Yəni su koyuyorlar, elə ki yuxusu gəlir, yəni yatacaq. Yəni deyirsən, bir damcı gözümü yumum, bir düşünün. Yatmaq olmasan? Yox, mən bir dəfə, hazır danışım. Hazır. Başladıq. Obşim, deməli dedik ki, CO dəm qazında insanın zəhərlidir, hemoqlobinlə birləşir, qanı yəni təzələnməsinə qoymur. Karbon monoksid, ya köhnə versiyanı karbon 2 oksid deyə bilərik. CO-da mütləq formulunu bilməliyik. 3 xətt var arasında donor akseptor rabitı var edən CO-da. Oksigen burada donordur. O oksigen olanlar donor sayılmırdı. Normalda bütün rabitələr hər atom tək elektronu qoyub rabitə yaratdığı halda donor atom nə edirdi? Cüt elektronunu qoyurdu. Burada oksigen donor karbon akseptoruydu. Valentliyi dediği 3 valentli hər ikisi. Oksijen dərsi -2, müsbət 2. Və CO-nu necə alacaqlar? Birinci karbon yarımçıq verici natamam yanında. Normalda karbon oksigenlə yananda CO2 verir bilirik ki. Natamam yanında CO. Məsələn, metan qazı dedik. Evdə yəni hamının istifadə etdiyi qazın əsas tərkibi metan qazı, CH4. Oksigenlə yananda əslində CO2 plus H2O verməlidir. Sadəcə natamam yanında nə verəcək? CO plus H2O verəcək. Natamam yanacaq. Başqa necə alarıq? Onu da Reklamadan sonra devam. Hazırladıq. Başlayaq. Tamam, eləyirəm. Necə, bayaqki dərsimizdə bir daha dediklərimizi təkrar gedəcəm uşaqlar. Deməli, CO... Dəm qazı dedik, karbon oksigen atışı xətti oldu, 3 xətt valentliyi və yoxlaşma dərəcəsini dedik. Anlama reaksiyonu bir dənə təzdən yazıram. Deməli, karbon oksigenda natamam yansa CO verir, düzdürmü? Başqa, metan oksigenda tam yanmır, natamam yanırsa nə verəcək? CO verəcək uşaqlar. Bayaq da su qazı, sintez qazı aldım, düzdür? Yenə onu təkrar yazacağım. Karbonun üstünə su gələndə CO plus H2 qarışıq alındı. Buna nə dedik? Su qazı dedik uşaqlar. Metanın üzərinə amma su və yaxud da ki metanın üzərinə karbon qazı gələndə sintez qazı alındı. Metanın üzərinə su və yaxud da ki metanın üzərinə karbon qazı gələndə buradan alınan CO plus 3H2 buradan alınır. Burada 2 dənə CO, 2 dənə H2. Bu qarışıqlarsa sintez qaz adlanır. Sonra qazlarda hansı qazların adlarını öyrənmişik dedik ki 2H2, 1O2 gürüldayıcı qazdır uşaqlar. Bir də var generator qazı. Generator qazda uşaqlar karbon, oksigen və havadakı azot, karbon oksigen CO verəcək. Havadakı azot bir yerdə, yəni CO və N2 qazı isə generator qazı adlanır. Generator qaz nədir? Generator qazı CO plus N2, sadəcə ad olaraq belə veriblər ki, generator qazı. Necə? Deməli, karbondan alınan CO plus H2 qarşılığı su qazıdır. CH4-dən alınan CO plus H2 qarşılığı sintez qazıdır. CO plus N2 qazı isə generator qazı. Xüsusən dördüncü sınıflar burada məsələ gedir. Deyir, generator qazının içərisində olan nə bilim nəsə, buna uyğun məsələlər yəni görə biləcəksiniz. Başqa bir də uşaqlar, bu reaksiya var, bunu üzvü 2 növdə xüsusən deyəcəyik. HCOH qarışqa turşusunu xatırlayırsınızsa. Qarışqa turşusunun suyu hansı sulla ayırırdıq?
Distillerini ayırdım. Şurada qarışqa turşusunun xüsusi bir halı var ki, qarışqa turşusunun üstünə deməli, qatı sulfat turşusu gələndə, qatı sulfat turşusu higroskopik idi, yadınızdadır. Nə idi? Maddələrin içərisindəki suyu çıxardı. Məsələn, üzvü kimyanın reaksiyaları görüldü, görəcək ki, su çıxırsa, maddələr birləşir, su çıxırsa, böyük ehtimalla çoxlu sulfat turşusundan istifadə olunur. Sulfat turşusunun içərisində H2 onu çıxarsa, geridə nə qalacaq? CO qaldı mı? CO-nu bu formada aldı. Şöyle bu arada CO duz əmələ gətirməyən oksid olduğunu bilirik, hə? Duz əmələ gətirməyən oksiddir. CO, N2O ümumiyyətlə nə idi? Duz əmələ gətirməyən oksid idi. Amma CO-nun xüsusi halı var. Bu xüsusən, yəni bunda əsasən gələcəkdə 10-11-də keçməliyik. Bilmirəm, kitabınızda verildi, yəni PDF-dən, amma məncə qeyd şəklində yazmalıyam. Ümumiyyətlə, yəni CO duz əmələ gətirməyən oksid olmasına rəğmən 2 dənə xüsusi reaksiyası var uşaqlar. Yəni reaksiyaya girir, belə deyim də, əsasdan tutalım ki. Natrium OH-la reaksiya girir, xüsusi haldır. HCO natrium yaradır. Qarışqa turşusunun natrium duzudur. Bunu yəni elə-belə, birlər elə-belə, 4-lər amma yenidən öyrənsin. Bir də CO metil spirtlə, CH-OH metil spirtidir. Reaksiya girib, sirkə turşusu yaradır. CH3 COH yaradır. Bu da bunun xüsusi hallarıdır. CO-nun xüsusi halıdır. Yəni bu reaksiyaları öyrənmək asandır. Hə? Çətin deyil ki, CO-nu götürdü, qıraqda nə qaldı? H2. Karbon oksigenlə yeni natrium yandı, CO verdi. Metan oksigenlə natrium yandı, nə verdi? CO əmələ gətirdi. Bir də qaz qarışıqlarının adlarını mütləq, yəni dərsi də yazı şəkildə soruşanda bunlar yəni 100% sual verəsiyəm. Gələk karbon qazına uşaqlar. Karbon qazının formulu nədir? CO2. Quruluş formulunu hamı bilsin ki, C oksigenləri hərəsini 2 qolla qucaqlayır. Bu arada hər ikisi də xəttli quruluşludur. Fikir verin, yəni belə qucaqlamada yaramayıb ki, xəttli quruluşludur. Sadəcə bundan burada 2 dənə birləşməyi hansı hibridləşmə dərəcəsindədir? Karbon sp hibridləşmə dərəcəsindədir. Oksidləşmə dərəcəsi neçədir? Müsbət 4. Karbonda valentlik 4. Bu normal qaydamıza uyğundur və hansı oksid sayılır? Turşu oksidi. Ümumiyyətlə qeyri-metal oksidlərini biz nə demişdik? Turşu oksidləri demişdik. Zonasio, CO, N2O bilirik ki, duz əmələ gətirməyən oksidir. Bunlar kənarda qalmışdır. Deməli, turşu oksidi oldu. Turşu oksididirsə, birinci gəlin alınmasını deyək. Ümumiyyətlə, üzvü maddələrin hamısı yanında karbon qaz verir. CX H yazıram, ayaqlar neçə olur olsun. Yəni, üzvü maddə məsələn, yalnızca mütləq karbon qazı yaranmasıdır. Çünki karbon var bütün üzvü maddələrin içərisində. Burada nə alınacaq? Karbon qazı və nə? Su. Yəni, indeks molları da indi ayaqlarına uyğun olacaq. Başqa karbon qazı necə alaram? Bildiyimiz reaksiyalardan cəmləşdirirəm. Məsələn, kalsium CO3 parçalanan uşaqlar nə verirdi belə? Karbonatların parçalanması birincisi oksidləşmə reduksiya reaksiyası deyildi, yadınıza salaq. Bir də CO3'lər parçalanırsa əgər, bunun da oksidi, bunun da oksidi yaranacaq. Nə alınacaq? Kalsium O plus nə? CO2. Şöyle bunun karbonat turşusunda da deyəcəm, deyirəm birdən yadımdan çıxar, amma bilin ki, natrium karbonatla, ümumiyyətlə kalium karbonat parçalanmır. Məsələn, belə suala düşür qüdəmə, deyir ki, hansı tuzu qızdırılanda kütləsi dəyişmir, yəni deməsi ki, parçalanmır da, nəsə yeni bir maddə, qaz falan yaratmır. Natrium karbonatla kalium karbonat parçalanmır deyə kütləsi dəyişməz. Deməli, üzvü maddələrin yanmasının aldı, karbonatların parçalanmasını dedim. Bir də başqa nə? Yadımdan düşdükcə deyəcəm uşaqlar gələk kimyəvi xassələrinə, CO2-nin kimyəvi xassələrinə gəlirəm. Şurada CO2 turşu oksididirsə, bu nə ilə reaksiyaya girəcək? Su ilə reaksiyaya girib öz turşusunu yaratmalıdır. Öz turşusu hansı turşudur? Karbonat turşusu. Buna biz hansı turşu dedik? Karbonat turşusu. Uşaqlar, karbonat turşusu zəif turşudur, hə? O ümumiyyətlə məhlulda mövcud deyildi. Nə şəkildə gördük biz onu həmişə? Karbon qazı və su şəkli həmişə ayırmalıdır. Necə inanışıq OH yaranan saniyə deyirəm, amoniak və su yazır. Burada da həmişə parçalayıb CO2 plus H2O şəklində yazmalıyam. Ümumiyyətlə, turşularla kağızın rəngində rəngə boyuyurdu. Suda həll olurdu, qızarırdı. Bir dənə turşu vardı suda həll olurdu. Hansıydı? Metasilikat. Silisiumun nə oksidən turşusu suda həll olurdu. Amma bir dənə turşu vardı, lakmus kağızını çəhrayı edirdi. Çünki zəif turşuydu. Hansı turşudur uşaqlar? Karbonatın. Lakmus kağızı bu hansı rəngə boyamışdı? Çəhrayı rəngə boyamışdı. İki əsaslı turşudur, o həm normaldır, həm də turşu yarada bilər, düzdürmü? İndi CO2 turşu oksididirsə, qələmlərlə reaksiyaya girəcək. Bu da əvvəlki dərslərimizdir hamısı. İndi demişəm ki, biri olanda turşu oksidi və qələmi birin-birə reaksiya girəndə tamamən birləşdirilir, yaxşı mı? Burada nə alacaq?
NH4 alınır. Əgər ki, qələbədən 2 mol götürsək, məntiqlə natrium 2-dən alınmalıdır, hə? Natrium 2 CO3 plus H2O. Uşaqlar, karbonatların yalnız natriumu, kaliumu NH4-ü həll olur. Yaxşı mı? Ümumiyyətlə, karbonatları desək, hansıları həll olur? Natrium, kalium, NH4 söhbətini dəfələrlə təkrarlamışıq. Natrium karbonat, kalium karbonat dedik parçalanmır. Digər karbonatlar parçalandı, metan oksidi və nə yaratdı? Karbon qazı əmələ gətirdi. Yalnız natrium, kalium, NH4-ü həll olduğunu dedim. Karbonat qoşullar çəhrayı rəngə boyadı. Bir də nəsə deyəcəkdim uşaqlar. Karbonat iyonu necə təyin edilir? İyon mübadiləsində bunu demişdik, yenə deyirəm. Ümumiyyətlə, bu iyonu biz hansı iyonla təyin eləmişdik? Hidrogenlə. Səbəb nə idi? H2CO3 yaranırdı. Asanlıqla da karbon qazı və su. Karbon qazı məsələn qələmi məhlulunu falan bulandırır. Ya da ki, qaz qabarcıqları yarananda görəcəkdik ki, burada yəni karbon qazı alınır. CO3 iyonu da bu formada H-ın təyin edilir. Məsələn, PO4-ü argentinlə təyin edirdi ki, sarı rəngli çökök verdi. H2S-dəki S-i sinklə, kuprumla, plümümlə təyin edirdik, qara rəngli, A rəngli çöküklər verdi. SO4-ü casır və acil topu ilə təyin edirdik ki, onlar çöküntü verir, düzdürmü? CO3 iyonunda, karbonat iyonunda nə ilə təyin edik? Hidrogen iyonu ilə təyin etmiş olduq. Digərlər hamısı nə reaksiyalar öyrənmiş ya, əsasən turşulu reaksiyalara başlar yerini dəyişir. Burada da eyniləri keçərlidir. Bir dənə karbon qazı üçün bu reaksiyalar çox düşür deyə yazıram. Glikozanın qızqırması C6H12O6. Ümumiyyətlə, glikozanın 3 cürə qızqırma məhsulu var. Bunu 11-ci sinifdə keçəcək və demək olar ki, əksər 4-cü qrup qəbullarında buradan sual olur. Amma ən çox rast gəlinən və ümumiyyətlə o çəkmə ara falan deyirlər, anları budur ki, glikozanı birimiz meyvədən alırlar axı. Meyvəni qızqırdırlar uşaqlar. Alınırlar 2 mol etil spirti, C2H5OH və 2 mol karbon qazı. Burada məsələn karbon qazı alınır. Başqa da bütün turşu oksidlərinin girdiyi reaksiyalara CO2 də girəcək. Əsasla, əsas oksidlərlə reaksiyalarında. Yəni burada məsələn natrium OH reaksiyasını yazdım ha. Tam CO2 plus natrium 2O da eynisidir. Alınır natrium 2 CO2 tamamən birləşdirəcəyik. Testlərin əsası görürüz ki, çox asandır. Yandıraq. Tamam. Çətin dərs